Allah'ın Resulü sallallahu aleyhi ve sellem demişti ki kulli şeyin bi kaderin, her bir şey kaderlendir. Kaderden kenar işin çıkmaz. Bizim burada oturmamız da kader. Ne olup kesirsek kesen kimi gelir? O kaderden idi yani. Hatta acizu vel keysu. Hatta deyir aciz vel keys ne demektir? Yani insanın güzel əməl eləməsi və ona tələsməsi, o keysdir. Aciz isə faydalı əməli qulun tərk eləməsidir. Yəni hətta o acizlik insan faydalı əməli tərk edir. Bu da qədərdəndir. Deyirsən, ha filan kəs əməl eləmir, filan kəs əməl edir. Yəni bu da qədərdəndir. Necə ki hədis Müslim rivayet eləmişdi hədisi 2655-ci hədis. Demək bu hədis də özündən qabaq keçən hədislərlə ittifaq edir. Hər bir şey qədərləndir, xeyirdə, şərdə, əməl etməkdə, tərk eləməkdə, hamısı Allahın qəza və qədəri ilədir. Acizlikdə və kəsəldə, keysdə. Keysdə yəni əməli tərk eləmək. Yəni burada keys dedikdə husnul əməli fi kulli şey. Hər bir şeydə gözəl olan əməl və ona tələsmək. Amma acizlik isə faydalı əməli, qula fayda verən əməli tərkidir və yaxud da təqsiridir və yaxud da boş yanaşmasıdır. Onu çox əhəmiyyət vermir. Yəni, məsəl üçün, nə qədər insanlar var, namazı tərk ediblər, əhəmiyyət vermir, amma mühüm bir şeydir namaz. Tənbəl yanaşırlar. Burada məqsəd odur ki, kim Allah Taala'nın qəza və qədərində əmr olmuş şeylərə tabi olursa da, ennəl mə'murati bi qədərlə və qədəri. Yəni, əmirləri yerinə yetirmək Allahın qəza və qədəri ilədir. Yəni, bu günləri sən, əgər müvəffəq olubsansa da, bu əmr olunan şeylər yerinə yetirmək bu Allahın qəza və qədəri ilədir. Subhanallah, yəni, o da yazılıbdır. Yəni. Amma acizlik isə, yəni, əməldən aciz olmaq, tənbəllik eləmək, boş yanaşmaq, bu da həmçinin Allahın və qəza qədəri ilədir. وَالْعَامِلُ هُوَ الْعَامِلُ لِلْخَيْرِ كَسْبًا وَتَارِكِ لِلشَّرِ هُوَ الْمُثَابِ. Demək, əməl edən kəs, o xeyir əməl edən, bu kəsb edir. Yəni, o yazılsa da, sən o yazılan şeyi qazanırsan. Sən sadəcə əməl edirsən, yazılanı götürürsən. Tərk edən də, şəri tərk edən də tərk edir və savab qazanır buna görə. Yazılandır. Bu da yazılır ki, sən tərk edəcəksən bunu, sadəcə bunu qazanç yolundan edirsən sən. Amma acizlik isə vəl-aciz, aciz olan kəs, yəni xeyirdən aciz olan, şərdən qorunmayan, bilərəkdən və ihmələn, boş yanaşaraq, bu isə qınalınır. Sən qardaş, niyə namazı tərk edirsən? Niyə başqa xeyir əməlləri tərk edirsən? Niyə qeyb günahlar edirsən? Sən yaxşı şeylər elə, namazını qıl, başqa xeyir əməlləri ilə ginən və qazan ginən. Denəm, mənə bu yazılmışdı. Sən yoxsa tənbəl edirsən, boş yanaşırsan, tərk edirsən, sonra deyirsən, mənə bu yazılıb. Əslində, qəza və qədəri hüccət gətirirsən, kəvni olaraq şeyin var, sözündə həqiqət var. Amma səndən tələb olunan şəri qədərdir. Sən bilmirsən, sənin üçün nə yazılıbdır. Sən yaxşı elə, denəm, bu yazılmışdı. Niyə pis edib deyirsən, bu yazılmışdı. O halda deyə bilərsən ki, pis etdikdən sonra bu yazılmışdır mənə bir halda, tövbədən sonra. Pis əməl edirsən, xata əməl edirsən, tövbə etdinsə də ondan sonra deyə bilərsən ki, bu yazılmışdır mənə. Məsələn, günah üzərindəsən, deyirsən, bu mənə yazılıbdır. Xeyr elə, deyirəm, bu mənə yazılıbdır. Yenə demək olar tövbədən sonra. Tövbədən sonra deyirsən, bəli. Necə ki, Adəm Aleyhisselamla Musa Aleyhisselamın söhbətində Adəm Aleyhisselam deyir, tövbəsindən sonra. Həqiqətən Allah Subhanahu Taala mükəlləf olan kəslərə qüdrət vermişdir. Onlar o qüdrətlə xeyir edirlər, şəri tərk edirlər. Kim xeyir edərsə də bu Allahın fəzləti və rəhməti ilədir. Allah Subhanahu Taala o kəsi müvəffəq eləməsi ilədir. Sonra qulun öz qazancı ilədir. Kim də şər edirsə də bu Allah Taala'dan olan bir adillik və ondan olan bir hikmətdir və sonra isə qulun qazancı ilədir. Yəni, deyə bilərsən ki, nəyə görə birinə xeyir əməl yazıb, birinə şər əməl yazıbdır? Yəni, deyirsən ki, qul özü qazanır sonunda bunu, amma birində fəzlətdir, birində rəhmətdir, o birisində adillik və hikmətdir. Adillik və hikmətdir. Və bunun üzərində də mükafat tərtib olunur. Kim zərrə qədər bir xeyir əməl edərsə də onu görəcəkdir, kim zərrə qədər şər edərsə də onu da görəcəkdir.